These methods, when deployed at 2017-ci ildə başladılan Milli Mənzil Strategiyası vasitəsilə Kanada mənzil sahəsində nəticələrin yaxşılaşdırılması üçün 115 milyard dollardan çox vəsait ayırıb. Bu strategiya insan hüquqlarına əsaslanan yanaşma üzərində qurulub və adekvat mənzilə çıxışın əmək bazarında iştirakın təməli olduğu, həmçinin təhsil və səhiyyə nəticələrində mühüm rol oynadığı qəbul edilir. Nəticələri artıq göz önündədir. 741 mindən çox ailənin mənzil ehtiyacı azaldılıb və ya tam aradan qaldırılıb. 195 mindən çox yeni mənzil vahidi yaradılıb. 328 mindən çox ev təmir olunub və 359 mindən çox ictimai mənzil vahidi qorunub saxlanılıb. Kanada Build Canada Homes adlı yeni federal qurum yaradıb. Bu qurumun geniş miqyasda mənzil təminatını sürətləndirmək məqsədi daşıdığını bildirib. Onun fəaliyyəti 3 əsas istiqamətə fokuslanır. Uzun müddətli ictimai fayda üçün kifayət qədər istifadə olunmayan dövlət torpaqlarını mənzil tikintisi üçün açmaq, layihənin ilkin planlaşdırılmasından uzun müddətli əlçatanlığa qədər bütün dövrü əhatə edən çevik maliyyə təmin etmək, mənzillərin daha sürətli və daha səmərəli tikilməsi üçün müasir tikinti metodlarının tətbiqini sürətləndirmək.